Hər vaxtınız xeyir olsun. 15 sot torpaq sahəsində şəxsi tikili, bağlı, bağçalı, kubçalı həyət evi satışa çıxıb. Zəhmət olmasa videoya sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Qeyd etdiyim kimi 15 sot torpaq sahəsində inşa olunub bağlı, bağçalı, şəxsi tikili həyət evidir. Sənəd kubçadır, evin və torpağın ətrafı yaşayışdır. Tam təmirli həyət evidir. Yerləşmə yeri Zabrat bir qəsəbəsidir. Yol polis idarəsinə də çox yaxın məsafədədir. Evin fasadı qabançıq daşlarla üzlənib, ətrafı da tam yaşayışdır. Yol polisinə də çox yaxın məsafədə yerləşir. Şəxsi tikilidir. Bura eyvan hissəsidir və həyətində də əlavə olaraq üzü yola baxan bir obyekti də var. Sənədlər də qaydasındadır və bura əvvəl tikiş sexi kimi istifadə olunub və o hissədə də mətbəx hissəsi var və hal-hazırda fəaliyyət göstərmir. Bağlı, bağçalı, kubçalı həyət evi. Ümumi yaşayış sahəsi 200 kvadrata yaxındır. Evin də 4 bir tərəfinə keçid mümkündür. Limonlar da hədiyyə üstündə. Zabrat bir qəsəbəsi, yol polis idarəsinə çox yaxın məsafə. Və bura geniş qonaq otağı. Burada bir mətbəx hissəsi. Və bu qapıdan da çölə keçid var. Burada da sol tərəfdə əldamı və bu hissədə sanitar qovşağı və saunası da var. Saunası təmirlidir. Hal-hazırda orada işıq olmadığı üçün çəkə bilmədim. Mərtəbə arası da monolit betondur. Zabrat bir qəsəbəsində yol polis idarəsinə yaxın məsafə. 15 sot torpaq sahəsində 2 mərtəbə həyət evi. Bura böyük geniş qonaq otağı. Tək bu qonaq otağı 80 kvadratdır. Sağ tərəfdə ikinci qonaq otağı və bu qonaq otağından da digər otaqlara keçid var. Və bu da digər yataq otağı. Otaqları da geniş və işıqlıdır və burada da hamam və sanitar qovşağı eyvan hissəsindədir. Sənədlər də qaydasındadır. Elan təkrarən yeniləyim. 15 sot torpaq sahəsində 6 otaqlı və 2 mərtəbə, 6 otaqlı 2 mərtəbə həyət evi və həyətdə bir obyekti var. Zabrat bir qəsəbəsindədir. Yol polis idarəsinə çox yaxın məsafədədir. Sənəddə kubçadır. Qiyməti 650.000 manat. Qiyməti yenidən qeyd edim 650.000 manat. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.